naümid olmamaq şərti ilə nigaran qalması öz insanın ruhunda müsbət təsir qoyur. Amma Allah bu yandan da ümid verir. Buyurur ki, Quranda ayədir. Va'lamu ennallaha yahulu beynel mer'i ve qalbih. Bilin ki, Allah bir insanla onun ürəyi arasında qərar tutub. Bir insanla onun ürəyi arasında qərar tutub. Yəni necə? Yəni Allah qəlbini istiqamətləndirir düz tərəfə. Hədis şərh eləyir, Səduqun Tohid kitabında İmam Sadiq əleyhissalamdandır. Buyurur ki, Allah imkan vermir bəzi adama batili haqq görsün. O qədər xoşu gəlir bəzi adamlar ki, hamı aldatmaq istəyir onu, əl-ələ verir ki, onu çaşdırsın, Allah imkan vermir. Başqa hədisdə var ki, Allah bəzilərinə imkan vermir ki, haqqı haqq görsün, görə bilmir. Bu insanın daxilinə bağlı məsələdir. Qəlbinə bağlı məsələdir. Sözümü çox uzatmayacağım bugün. Allah hansı vasitələrlə hidayət edir? Bir çox vasitələr var. Quran bir vasitədir. Allah dostları, övliyalar bir vasitədir. Hadisələr bir vasitədir. Onların hamısını inşallah gələn cümələrdə yavaş-yavaş bir-bir deyər inşallah qismət olsun. Amma birincini bugün deyirəm, Allah ilk mərhələdə və davamlı olaraq da özü qəlbə ilham eləyir hidayəti. Qəlbə ilham eləyir. Düz nədir, səhv nədir? Vasitəsiz özü ilham eləyir. Burada oturmuşsunuz, mən deyim, siz də düşünün, olub heç ki, məsələn, bir həqiqət elə bir ürəyinizə gəlir, sonra gedib oxuyursunuz, ya biri minbərdən danışır, eşidirsiniz. Özünüz biləndən sonra eşidirsiniz ki, beləymiş doğrudan da. Bu yəqin ki, çox olur insanın həyatında. Elə bil ki, ilham eləyir, oxumamışdan insan bilir ki, bu məsələ belədir, ya ağlına qəribə bir fikir gəlir, oturur. Bu təkcə düşüncə məsələsi deyil, elə bil ki, onun ürəyinə ilham olunur. Elə bil ki, yox, sözün həqiqi mənasında. Hiss eləyirsən ki, doğru nədir, səhv nədir? Hərdən qəlbinizin səsinə qulaq asın ki, Allahın səsidir. Allah hidayət eləyir, qəlbə ilham eləməklə hidayət eləyir. Əbu Həmzə Sumali duasının əvvəlindədir. İmkanınız olsa baxarsınız. İmam Səccad əleyhissalam deyir, bikə ərəftükə, səni sənlə tanıdım, özünlə. Və əntə dələltəni aleykə və dəavtəni iləyk. Səni səninlə tanıdım, öz vasitənlə məni hidayət elədin. Özün özünə tərəf çəkdin məni. İnsan gərək hiss eləsin ki, Allah onu gecə-gündüz cəzb eləyir özünə tərəf. Bilirsiniz nə qədər Allah bəndəsini çox istəyir, təsəvvür olunmaz dərəcədə. O qədər çox istəyir ki, bir ömür İmam Səccad nalə eləsə, ağlasa yenə də azdır. Adam özünü xəcalətli hiss eləyir.